Salam əziz kanal izləyiciləri. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Balaş Azəroğlu'nun Buludlar əsərini keçirik və Buludlar əsəri sizə verilən kiçik summativ qiymətləndirmə olduğu üçün əsər üzərində diqqətlə təhlil aparırıq və keçirik əsərin testlərini işləməyə. Odur ki, ilk öncə sizin üçün əsəri oxuyuram, diqqətli olursunuz və əsərdəki bəzi detalları qeyd edeyim sizə. Ondan sonra keçəyin testi işləməyə. Yenə ağ çalmalı kəpəzin üstə. Çətir tək durmusuz qara buludlar. Deyin külək qovmuş, günəş dağıtmış. Sizi kim gətirmiş bura buludlar? Niyə qaraldınız bu bahar çağı? Sizdə mi gördünüz ayrılıq dağı? Görünsə günəşin qızıl saçağı, hara gedəcəksiniz, hara buludlar? Baxın, görürsünüz ki, deməli, şeirin hər bəndində, oxuduğumuz hər bənddə buludlara nə var? Buludlara müraciət gedir burada. Cənub ellərindən siz gedən zaman bir sözüm çıxmasın qoy yadınızdan. Məni xəbər alsa gül üzlü canan, salam deyirsiniz yara buludlar. Deyin, qəm çəkməsin siz ona, dözsün, dərdə, işgəncəyə, zindana dözsün. Axı söz veribdir, hicrana dözsün. Tapaq bu dərdlərə çara buludlar. Bu iki bəndi görürsünüzmü? Bu iki bənddə şeir görürsünüz təbiətdən ayrıldı. Artıq burada öz cananına, öz sevgilisinə xəbərini göndərir. Gözündən axan qəlb sevincidir. Bəlkə həsrət yaşı, bəlkə incidir. Yəqin bu ayrılıq sizi incidir. Edir könlünüzü para buludlar. Burada birbaşa könlünüzü para buludlar deməklə torpağımızın ikiyə bölünməsini nəzərdə tutur. Yetər. Yetər ağlamayın bu gölün üstə. Bu dağın, çəmənin, bu çölün üstə. Günəş bayra qaçıb bu elin üstə. Bu torpaq bürünmüş nura, buludlar. Yetər deyir, artıq burada etiraz edir və çağırış var. Gedin. O sahillər gözləyir sizi, etiraz eləyir. Yuyun göz yaşıyla, yuyun Təbrizi çağırış eləyir. Nə düşmən ləpiri, nə də qan izi. Düşməsin bir daha ora buludlar, ora yəni Təbrizə. Şeiri oxuduq, şeir tək təbiətə aid deyil, tək təbiətdən danışılmır. Burada gördünüz ki, yarada müraciət var. Keçirik şeirin testini işləməyə. Testi işləməmişdən əvvəl sizdən xahişim olacaq ki, kanala abunə olmağı və kanalı paylaşmağı, videonu dəstəkləməyi, yəni like etməyi yaddan çıxartmayın. Birinci nə deyir bizə? Əsərin lirik növdə olduğunu təsdiq edən bir neçə cəhət göstərdir və cədvəldən istifadə et. Lirik növdə olduğunu təsdiq edən bir neçə cəhət istəyir bizdən. Lirik növdə olduğunu təsdiq edən bir neçə cəhət. Lirik növdə olduğunu göstərmək üçün biz bilirik ki, burada cədvəl istədiyi üçün gəlin cədvəl çəkin. Bura nə yazacaqsınız cədvələ? Bu hissədən yazacaqsınız ki, cəhət istəyir. Bu hissədən yazacaq birinci cəhət. Bu hissədən nə yazacaq? İzah. Cəhətə nə yaza bilərik? Nə yaza bilərik cəhətə? Yazaq ki, deməli, üslub, sonra mövzu, sonra forma. Bunları yaza bilərik, düzdürmü? Üsluba nə yaza bilərik? Üslubun qarşısından yaza bilərik ki, deməli, şeirin emosionallığı, sonra şeirdə mövzuya yaza bilərik ki, şairin his və duyğuları və formaya nə yaza bilərik? Yaza bilərik qafiyə, nəzmlə yazıldığı, sonra ritim və s. Bunları da qeyd edirik bu şəkildə. Bax, cəhət, izah. Əgər sizdən cədvəl istəyirsə bu şəkildə. Əgər yox, deyirsiniz ki, müəllimə cədvəl tərtib etmək istəmirəm. Onda nə yazacaqsınız? Lirik növdə təsdiq etdiyini nə yaza bilərik? Yaza bilərik ki, deməli, nəzmlə yazılıbdır. Qafiyələnir. Sonra emosional üsluba malikdir. Daha sonra ritim var. Bəndlər şəklində yazılıbdır. Yadınızdan çıxmasın, bəndlər şəklində. Formada bəndi də qeyd edə bilərsiniz. Formada bənd.
bəndlər şəklində yazılıbdır. Formaya aid olanları birbaşa bu şəkildə cədvəl tərtib etmək istəməsəniz yazarsınız. Əgər cədvəl tərtib etmək istəsəniz, deməli, dəftərin, vərəqin bir tərəfində bu cədvəli tərtib eləyib göstərirsiniz. Daha sonra keçirik ikinci sualımıza. İkinci sualda nə yazırıq? Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd edin. Birinciyə nə yaza bilərik? Yaza bilərik ki, çətir tək durmusuz qara buludlar. Yaza bilərik buradan. Çətir tək durmusuz qara buludlar. Baxın, burada nə sözü var? Çətir tək. Bitişik yazılır. Çətir tək bilirik. Tək burada qoşmadır. Çətir tək durmusuz qara buludlar. Bu misranı yazarsınız və nədir bunun deməli növü? Buludu nəyə bənzədir? Çətirə bənzədir. Deməli, burada nədir? Təşbih. Təşbihdir. Deyin, külək qovmuş, günəş dağıtmış. Bilirik ki, qovmaq insana məxsusdur, dağıtmaq insana məxsusdur, düzdür. Nə yazacaq burada? Qovmaq, dağıtmaq. Deməli, külək qovmuş. Külək qovmuş. Yenə yazırıq. Burada nə yazacaq? Nə deməkdir? Metafor. Metafor. Sonra gətirmiş qara buludlar. Hara gedəcəksiniz qara buludlar? Qızıl saçağım. Görünsə günəşin qızıl saçağı. Qızıl saçaq. Günəşin qızıl saçağı. Qızıl saçaq. Qızıl saçaq. Günəşin qızıl saçağı. İkinci bəndin deməli 3-cü misrasındadır. Qızıl saçaq, günəşin qızıl saçağı nədir burada? Təbii ki, bədii təyindir. Ona görə də nə götürürük? Epitet. Təbii ki, günəşin saçağı qızıldan ola bilməz. Cənub ellərinə siz gedən zaman məni xəbər alsa gül üzlü canan buralarda yoxdur. Sonra yetər ağlamayın bu gölün üstə. Burada da var. Yetər ağlamayın bu gölün üstə. 2, 4, 5, 6-cı bəndin 1-ci misrası. Yetər ağlamayın bu gölün üstə. Və bunu da gətirib yaza bilərsiniz bu misranı bura. Ağlamayın buludlara deyir. Ağlamaq bilirik ki, insana məxsusdur. Ağlamayın buludlar. Ağlamayın bu gölün üstə. Bu da nə gedəcək? Metafor. Metafor gedəcək bu da. Ağlamayın bu gölün üstə nə gedir? Metafor. Bu qədər. Bunları da yazırsınız. Yazmayanlar videonu saxlatsınlar, köçürtsünlər. Mən silirəm. Daha sonra keçirik. Üçüncü suala baxırıq. Üçüncü sualda nə deyir? Şeirdə işləmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırıb cədvəldən istifadə edirik. Və bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın deyəndə eyni cümlələrdən yəni yazırsınız bura və onların təsir gücünün artırılmasında onların rolu nədir? Deyir, görünsə günəşin qızıl saçağı. Məsələn, bunu yazırıq bura. Görünsə günəşin qızıl saçağı. Misranı zəhmət olmasa bütöv şəkildə yazın yazanda. Qızıl saçağı. Burada fikrin təsir gücünün artırılmasında onların rolu nədir? Deməli, buradan qeyd edir ki, günəşin qızıl saçağı o saçağı daha da dəyərli göstərir. Saçağı daha da dəyərli göstərir və emosional təsir gücünü artırır. Saçağı daha da dəyərli göstərir və əsərin emosionallığını, əsərin emosionallığını artırır. Bir-iki misra yazacaqsınız. Yəni, hansısa misranı istəsəniz, yenə də çətir tək durmusuz qara buludlar, onu da qeyd edə bilərsiniz. Yenə də əsərin emosionallığını artırır. Bənzətmə xarakteri daşıyır. Bənzətmə xarakteri daşıyır. Bənzətmə xarakteri. Çətir tək durmusuz qara buludlar. Bunu yazsaz bənzətmə xarakteri daşıyır yazacaqsınız. Metafor olanlara da yetər ağlamayın bu gölün üstə. Bu torpaq bürünmüş nura buludlar. Bürünmüş nura. Bürünmək insana məxsusdur. Torpaq bürünübdür. Bürünmüş nura. 6-cı bəndin sonuncu misrasından danışıram. Əgər bunu götürmüş olsaq bürünmüş nura, onda nə deyəcək? Deyəcək ki, burada da insana məxsus deməli xüsusiyyət torpaq üzərinə köçürülmüşdür. Daha sonra keçirik növbəti sualımıza. Mövzu baxımından buludlarla oxşar olan əsər hansıdır? Təbii ki, bilirik ki, ananın öyüdü heç uyğun gəlmir.
ola bilməz. Cəfər Cabbarın anası ola bilməz. Müşfiqdə də yoxdur. Təbii ki, bu Təbrizim əsəridir. Çünki orada da eyni şəkildə müraciətdir, burada da. Orada Təbrizə müraciətdir, burada buludlardır və götürəndə mövzu baxımından da hər ikisi torpağın, yəni torpağın ikiyə bölünməsindən danışır. Bəndin ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır? Gedin, o sahillər gözləyir sizi. Yuyun göz yaşıyla, yuyun Təbrizim. Nə düşmən ləpiri, nə də qan izi. Düşməsin bir daha ora buludlar gör, düşməsin əmr edir, gedin. Etiraz eləyir, əmr eləyir, gedin. O sahillər gözləyir sizi. Burada nə var? Çağırış var və çağırış bəndi var. Yedim. Çağırış var, bir də etiraz var. Gedin, o sahillər gözləyir sizi, gedin deyir. İstəmir, etiraz eləyir. Bir də yuyun Təbriz. Çağırış var burada. Daha sonra heyrət, qəzəb, heyrət yoxdur, fərəh yoxdur. Laqeydlik heç yoxdur, laqeyd yanaşmır. Kədər, təəssüf də götürə bilərdik. Kədər, yuyun göz yaşıyla, yuyun Təbrizi. Nə düşmən ləpri, nə də qan izi, düşməsin bir daha ora buludlar. Gedin. Yox, gəlin bunun etiraz yox. Bunu A bəndi götürək. Kədər, təəssüf. Kədər, təəssüfdür. Yəni burada bir nida işarələrinə baxağında bir nida işarəsinin olmaması, yəni bunlarda olmalıydı. Təbrizdə yuyun göz yaşıyla, yuyun Təbrizi, düşməsin bir daha ora buludlar. Bu əgər olsaydı çağırış kimi götürərdik. Nida işarəsinin olmaması kədər, təəssüf kimi götürürük. Daha sonra şərti işarələrdən istifadə etməklə bənddə fasilələrin yerini, məntiqi vurğulu sözləri göstərin. Deyin, qəm çəkməsin, siz ona dözsün. Baxın, fasilələr hardadır? Deyin. Deməli, vergüldən sonra gəlir, fasilə gəlir. Qəm çəkməsin, siz ona dözsün. Dərdə, işgəncəyə, zindana dözsün. Axı söz veribdir. Vergüllərdən sonra qoyduğu deməli, tapaq bu dərdlərə çara, buludlar. Vergüllərdən sonra pauza qoyuruq. Pauza da bildik ki, 2 dənə belə xətlərdə. Daha sonra, indi gəlin, deməli, nəyi göstərək? Məntiqi vurğulu sözləri. Deyin, qəm çəkməsin siz ona. Bax, qəm çəkməsin. Pauzaları silirəm. Baxın indi. Qəm çəkməsin. Görürsünüz necə deyirəm? Qəm çəkməsin. Qəmə bir vurğu vururam. Siz ona dözsün. Dərdə. Görürsünüz vurğu vururam. Dərdə, işgəncəyə, zindana dözsün. Görürsünüz bunlara vurğu vururam. Axı söz veribdir. Hicrana dözsün. Tapaq bu dərdlərə çara, buludlar. Deməli, vurğulu sözlər hansıdır? Qəm, dərdə, işgəncəyə, zindana, hicrana, çara. Bu sözlər vurğulu sözlərdir. Bildiniz? Siz də belə çəkəndə altından ilə xətlərini çəkin, vurğulu sözləri bildirin. Yəni, burada hər hansı bir saitin üstünə qoyulmur vurğu. Sonra 7 baxırıq. Şeir Süleyman Rüstəmin Təbriz əsəri ilə müqayisə edin, Venn diaqramından istifadə edin. Bir demək olar ki, baxın, yuxarıda düşmüşdü bizə. Venn diaqramını bu şəkildə çəkəcəksiniz. Bu şəkildə bir yerdə çəkəcəksiniz. Bura buludları yazın. Burada Təbrizi. Təbrizi. Mən dedikcə qeydlərinizi aparın. Çünki deməli, bu hissədə mən yazıb çatdırmağı çətin. Deməli, bura nə yazacaq? Oxşar cəhətlərini gəlin götürək əvvəl. Hər ikisi heca vəznindədir. Hər ikisi lirik növdədir. Bəndlər şəklindədir. Deməli, nə yazırıq? Lirik növdədir. Hər ikisi heca vəznindədir. Hər ikisi bəndlər şəklindədir. Hər iki əsərdə müraciət var. Bu şəkildə yazırıq. Hər iki əsərdə müraciət var. Müəllif öz adını çəkməyib hər ikisində. Hər iki əsərdə Təbrizin adı çəkilir. Hər ikisində. Və 7 bənddən ibarətdir hər iki əsər. Yaddan çıxartmayın. İndi buludlar əsərinə nəyə qeyd eləyə bilərik? Buludlara müraciət edilir. Buludlara müraciət edilir. Təbrizim əsərində Təbrizə müraciət edilir. Hər ikisi dedik bənd şəklindədir. Bunu qeyd etdik ortaqdır. Amma buludlar
hər bəndi 5 misradır. Buludlar yox. Buludlar yox. Deməli. Vay hamısını sildim. Buludlar yox. Bir dəqiqə. Deməli. Buludlar hər bəndi 4 misradır. 4 misradır. Təbrizim hər bəndi 5 misradan ibarətdir. Buludların hər bəndi 4 misradan ibarətdir. Təbrizimin hər bəndi 5 misradan ibarətdir. Və salam. Venn diaqramına bunları qeyd edəcək. Oxşar cəhətləri daha çoxdur. Bunları qeyd edəcəksiniz ki, oxşar cəhətləri daha çoxdur. Sonra keçirik növbəti sualımıza. Növbəti sual hansıdır? Vəznin qafiyə quruluşuna əsasən şeirin janrını müəyyənləşdirin. 8-ci sual. Vəzninə qafiyə quruluşuna əsasən şeirin janrını müəyyənləşdirin. Vəzninə baxırıq hansı vəzindədir? Yazacaqsınız ki, heca vəznindədir. Heca vəznində. Sonra qafiyə quruluşuna da baxırıq ki, qafiyə quruluşu necədir? A, B, C, B şəklindədir. Düzdürmü? Deyir, kəpəzin üstə qara buludlar. Günəş dağıtmış buludlar. A, B, C, B şəklindədir. Sonra deyir ki, niyə qaraldınız bu bahar çağı? D. Sizdə mi gördünüz ayrılıq dağı? Yenə də D. Görünsə günəşin qızıl saçağı. Yenə də D. Hara gedəcəksiniz? Hara buludlar? Yenə B. Deməli, birinci hər misranın sonuncu, hər bəndin sonuncu misrası birinci bəndin sonuncu misrası ilə qafiyələnir. Bu şəkildə göstərəcəksiniz və bu nə deməkdir? Qoşma. Qoşma. Heca vəznindədir və 11 hecadan ibarətdir. 11 hecadan ibarətdir. Bu şəkildə yazacaqsınız. Heca vəzni 11 hecadan ibarətdir. A, B, C, B şəklində birinci bənd qafiyələnir. İkinci bənd və digər bəndlər D, 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 B şəklində və yaxud Y, B şəklində qafiyələnir. Və buna əsasən də deyərik ki, şeirin janrı nədir? Şeirin janrı qoşmadır. Bu şəkildə. Daha sonra keçirik 9-cu sualımıza. 9-cu sualda hansı fikir şeirə aid etmək, hansı fikri şeirə aid etmək olmaz? Şeirdə vətən həsrəti öz əksini tapıbmı? Tapıbdır. Şair ikiyə bölünmüş torpağımızın birləşəcəyinə inanır. İnanır. Çünki ümid doludur. Lirik qəhrəman öz taleyi ilə təbiət arasında oxşarlıq görür. Lirik qəhrəmanın pislikləri unutturmaq üçün təbiətdən kömək istəyir, umur deyir. Tapaq bu dərdlərə çara buludlar. Buludla bərabər tapaqdır. Əsərdə ancaq təbiətdən bəhs olunur. Xeyr, təbiətdən bəhs olunmur. Deyir ki, cənub ellərinə siz gedən zaman bir sözüm çıxmasın qoy yadınızdan. Məni xəbər alsa gül üzlü canan, salam deyərsiniz yara buludlar. Deyin qəm çəkməsin siz ona dözsün, dərdə, işgəncəyə, zindana dözsün. Axı söz veribdir, hicrana dözsün. Tapaq bu dərdlərə çara buludlar. Görürsünüz, burada sevgilisinə də xəbər göndərir. Sonra, əsərdəki başlıca fikir, ideya sizcə nədir? Fikrinizi qısaca yazın. Əsərdəki başlıca fikir nədir? Həsrət, ayrılıq və dərdlərə baxmayaraq, əsərdə ümid, gələcəyə çağırış, duyğusu da öz əksini tapmışdı. Deməli, neyniyək bunu? Daha qısa formada olsun. Həsrət, ayrılıq, dərdlərə baxmayaraq, ümid, gələcəyə çağırış, duyğusu da əsasdır. Bu şəkildə yazırsınız. Həsrət, ayrılıq, dərdlərə və həsrət, ayrılıq və dərdlərə baxmayaraq, ümid, gələcəyə çağırış, duyğusu da əsasdır. Bu qədər. Bu da sizin əsərdəki əsas fikriniz. Ümidvaram ki, işləyə bildiniz.
Tam şekilde izahatını verdim. Kısa şekilde cevapları qeyd edib sizin üçün atmadım. Əsəri oxudum, izahını verdim və sizinlə bir yerdə summativi işləməyə çalışdım ki, daha yaxşı yadınızda qalsın və daha yaxşı işləyəsiniz. 8-ci sualı necə qeyd etmişəm, o şəkildə işləyərsiniz. 11 heca yadınızdan çıxmasın. Qoşma olduğunu bildirən əsas deməli əsas xüsusiyyət onun 11 hecadan olmasıdır, ibarət olmasıdır. Müəllif öz adını verməyib və testi gözəl işlədik. Kim şeysə bu şəkildə, başa düşmüş şəkildə işləsə təbii ki 5 alacaq. Bu qədər. Kim nəyi başa düşmədisə kommentlərdə soruşa bilərsiniz. Nələrə ehtiyacı varsa onları da yaza bilərsiniz. Hansı dərslərin paylaşılmasını istəyirsiniz? İstəyir ədəbiyyat, istəyir Azərbaycan dili, istəyir KSG-lər. Kim nəyi istəyirsə deməli yaza bilər və onları paylaşmağa hazıram. Bu qədər. Sağ olun, növbəti videoda görüşərik. Paylaşın, hamı xəbərdar olsun və kanala abunə olmadan baxanlar kanala abunə olmağı unutmayın. Sağ olun.